Döyüş yoldaşlarını xilas etmək, eləcə də əsir düşməmək üçün yaralı halda özünü və onlarla düşmən əsgərini əl qumbarası ilə partladan xüsusi təyinatlı qüvvələrin kiçik giziri Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpoud kəndində anadan olub. 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinin ilk günü 2020-ci ilin 27 sentyabrında xüsusi təyinatlı qüvvələrin əfsanəvi taborunun tərkibində Füzulinin Qaraxanbəyli kənd istiqamətində əks hücuma keçən və düşmənin birinci müdafiə xəttini yaran qəhrəmanlarımızdan olur. Oktyabrın 2-sində Lələtəpə istiqamətindən Cəbrayılın azad olunması uğrunda döyüşlərə qatılır. Artıq oktyabrın 3-də demək olar ki, Cəbrayılın mərkəzi düşməndən azad edilir. Daha sonra Kərim və yoldaşları Hadrutda qanlı döyüşlərə girirlər. Hadrut azad edildikdən sonra 12 nəfərlik qrupla yaxınlıqdakı hava hücumundan müdafiə sistemini məhv etmək tapşırığı alırlar. Burada Kərim bir erməni polkovnikini yaxın döyüşdə məhv edir və ərazi düşməndən təmizlənir. Belə ermənilər qaçır, belə. Oktyabrın 17-sində qrupa Xocavənd Qubadlı istiqamətindəki 720 yüksəkliyini götürmək əmri verilir. Ermənilər yüksəkliklərdə olsa da Kərim və yoldaşları açıqlıq ərazidə mövqelənir və buradan müşahidə aparırlar. Bəlli olur ki, ərazidə düşmənin 600 nəfərə yaxın canlı qüvvəsi və xeyli hərbi texnikası var. Tapsan? Nəydən vurdular Katoşina? Məndə var da, məndə var. Ha, nəydən vurdular Katoşina? Hər şey yaxşıdır, Kərim, özbəcə. Oktyabrın 19-da isə hücuma keçirlər. Göydən od ələnir, barıt qoxusu, yaralıların səsi adamı dəhşətə gətirirdi. Bu döyüşdə Kərim ayağından ağır yara alır. Ona ilkin tibbi yardım göstərildikdən sonra əsas hücum qrupundan çıxarılması əmr olunur. Lakin Kərim qrupun ardınca gedir və yaralı halda döyüşməyə başlayır. Ondan niyə belə etdiyini soruşanda, sizi bu vəziyyətdə qoyub öz canımın hayına qala bilmərəm. Şəhid olacaqsa hamımız birlikdə olacağıq, deyir. Ermənilər qrupu mühasirəyə almağa çalışır. Kərim qolundan və o biri ayağından da yaralanır. Bu vaxt yoldaşları onun qrupdan aralandığını və erməniləri öz üzərinə çəkdiyini görür. Kərimin sursatı tükənməyə başlayır. Tam sakitlik çökəndə ondan çox erməni Kərimi əsir götürmək üçün ona yaxınlaşır. Bu vaxt Kərim əl qumbarasını partladaraq həm düşmənləri məhv edir, həm yoldaşlarını xilas edir, həm də özü şəhid olur. Allah rəhmət eləsin. Kərim, sən dilini çəkirəm. Çünki bayaqçına... Nə deyirəm, ay brat? Bura erməni sən gəlib restart eləyib, bu erməni PKS qalıb burada. Eşsən mən, amma ki, video çəkəndən sonra burada bir adam qalmır. Hər dəfə çəkiləndən biri gedir.